Canlarım mənim, sizdən muştuluğumu istəyirəm. Çünki Bolt Foodda artıq Bravo var. Və gördüyünüz kimi biz də bütün ərzaqlarımızı bugün Bravodan, yəni Bolt Fooddan sifariş vermişik. Və unutmayın ki, Bolt Food sizin həyatınızı asanlaşdırır və zamanınızı səmərəli istifadə etməsi üçün kömək eləyir. Salam, xoş gəlmisən. Xoş gəlmisən. Buyurun, çəksən. Necəsiz? Necəsiz? Neyinirsiniz? Onlar başımıza. Canlarım mənim, Icons Talks-a xoş gəlmisiniz. Kanalımıza abunə olmağı unutmayın, çünki bura getdikcə daha da maraqlı olur. Bugünkü qonağımız Azərbaycan sosial mediasında böyük bir iz buraxan xanımdır. Qarşılayın səmimiyyəti ilə hər kəs tərəfdən sevilən Nəcibə Əhmədiv. Xoş gəlmisən canım. Xoş gəldin. Necəsiz? Çox sağ ol, çox gözəl görsənirsən. Səni buyurun bu tərəfə keç. Sən əli boş qarşılamaq istəmədik canım, verdəyli çıxam. Nə qəşəngdir. Sənin kimi... Buyur canım, ağır deyil. Nə gözəldir. Bəlkə daha böyüdü sanki, gələn olanlar. Bir 5 dəqiqə belə deyəm. Kadrı tutayım, məncə bura qoyaq. Gözəl vakitlərdir. Özə fikir verdim, payız belə mövsümü. Mövsümü, özə mövsümü. Belə. Nəcibəm, biz bugün səninlə nə hazırlayırıq? Bugün biz brusketta hazırlayırıq. 2 cür hazırlayacağıq. Bir pomidorlu sadə, dədə baba bruskettası, bir də salmonlu, füme salmonlu. Həyatımda ilk dəfə hazırlayıram. Mənə israrla dediyi üçün ki, sadə, tez başa gələn bir şey olsun, ona görə bunu seçdim. Bugün Nəcəbəyə çox maraqlı oyunlar fikirləşmişəm. Ona görə dedim ki, yeməyə bizim maksimum az vaxtımız getsin. Uşaqlar təəccübləndi ki, makaron bugün yoxdur mətbəxdə. Çünki biz nicatın Mən də əslində düşünmüşdüm, amma mən bunu deməsəydim nə hazırlamaq istəyərdin? Mən yağlama eləmək istirdim əslində. Biraz vaxt çox aparır deyə, ona görə dedim ki, brusketta olsun. Yağlamanı gəlib çirsə yeyəm. Mütləq çirsə gəlib yeyərik. Başlayım. Başla. Yemək bişirirsən ümumiyyətlə evdə? Evdə bişirmirəm, çünki evdə olmuram demək olar, amma belə yemək bişirməyi bilirəm. İndi gələcəkdə bu yaxın bir gələcəkdə, bu bir ay sonra. Aslında bəli. Nə qədər düşünürsən? Hər gün yemək bişirərsən? Yox, təbii ki. Çöl insanıyıq. İkimiz də çöl insanıyıq. Ona görə iş güc mümkün deyil. Amma arada pişirərəm. Nə vaxt ki video çəkəsi olsam kadar. Nə vaxt Reels paylaşmaq olsa, həftədə neçə dəfə Reels planlayırsan? 2-3 dəfə falan. Yeməklə bağlı yəqin bir. Blitz sorğudan başlayıram, çünki oyunlarımız daha sonraya qalıb. Birinci sual. Sabinlə niyə danışmırsan? Veriliş başlayan kimi. Sabinlə niyə danışmırıq? Yəni bizimkisi belə bir toksik münasibətə çevrilmişdi. Küs barış, son nəticə danışmırıq. Amma yəni səbəbi elə böyük bir şeylər deyil. Xanımlar onsuz da ancaq elə sporlaşır, həmişə səbəbsiz bir. Yəni sporlaşmaq deyildi. Yəni məncə artıq Sabinlə bir-birimizə yaxşı gəlmirdik, ona görə danışmırıq. Bu qədər yəni ki. Bunu biraz da müzakirə elə. Sənin səhər ritualların var hansısa? Yəni səhəri necə açırsan, necə olur? Çox istəyərdim deyim belə oyanıb yoga. Birinci iş əlimi telefona atmaq olur. Ki nə var, nə yox, nə yazıblar, nə ediblər. Neçədə oyanırsan yuxudan? Dəyişir. Məsələn, bir müddət idi ki, 12-də oyanıb gecə 2-də 3-də yatırdım, amma indi yaxşı düzəltmişəm onu. 8-də 9-da oyanıram, 12-də də yatıram. Əla. Birinci telefon, sonra limonlu su, sonra hazırlaşıb evdən çıxmaq. Bu qədər. Hər gün birinci çıxıb hara gəlsən çəkiliş olmayanda? Çəkiş olmayanda birinci Hotenkiyota, ateliyə, sonra Çirsa, sonra da qızlarla görüşə. Yəni belə heç bir işim yoxdursa günlük rutinim budur. Bəs Qədir? Qədir son zamanlar biraz çox işləyir. Bəlkə bir aydır belə tək-tük günlərdə üzünü görmüşəm. Amma ümumilikdə də yəni sevgili olduğumuz müddətdə belə hər gün görüşən insanlar deyilik. Həftədə 1, həftədə 2. Normaldır da. Tez də məncə, nə bilim. İnsana görə dəyişir. İnsan var ki, çox xoşlayır, məsələn, hər gün görüşsün, yanında olsun. Mən o tiplərdən deyiləm. Mən yazılar ki, necə nə olur, bəs Qədirlə belə təmas bağımlısı olursan, əslində münasibətdə də belə şey deyilik. Nə cürdür də. Əgər sabah hər şey sıfırdan başlasaydı, nə ilə məşğul olardın? Sabah sıfırdan başlasaydım, nə ilə məşğul olardım? Və yenə influencerlığı seçərdim məncə. Bəs influencer olmasaydı? Olmasaydım, onsuz mən psixologiyanı qurtarmışam. Mütləq ki, yəni psixoloq olaraq işləyərdim.
Rəfiqələrinə müraciət edir sənə, məsləhətlər alır bir psixoloq olaraq. Lap psixoloq yola salmırsın. Qanunən olmaz, yaxın dostlara terapiya məsləhət verdiyim olur. Olur. Bəli. Çox yemərsiniz də yəqin. O sən Diyetdəsən. necə heç soruşmadı. Məsələn, çəkir o. Çəkir. Heç baxmısan hansısa verilişə? Bəli, baxmışam. Hansı buraxılışa baxmısan? Mehinə baxmışam. Bəs başqa? Sonucuna baxmamısan? Sonuncu Günel xanımın şeydir. Bilirəm hara nə. Görmüşəm yəni o Fraqmanları. hissəsini. Okey. Başqa? Yadımdan çıxdı. Neçənci idi o buraxılış? Mehinki hansı idi? Bəs o Leyla ilə ona buraxılışa baxmısan? Tam baxmamışam, yalan deyərəm. Amma qoşmusan. Şeydir, görmüşəm. Postlar görmüşəm haqqın qısa-qısa. Davam edək. Nə ilə məşğuldun? Psixologiya ilə dedim. Bəli, psixologiya. Səni nə ilhamlandırır? Bu sualı sənin izləyicilərin də çox sual verir. Ya məni nə ilhamlandırır? Məsələn, hava ilhamlandırır. Belə çox qəribə. Cavabı heç kim verməmişdi, amma düz cavabdır. Belə hava ilhamlandırır. Həmin gün məsələn çölə çıxacağım, ilk görəcəyim ağac məni ilhamlandırır. Çox təbiətdən ilham alan biriyəm. Ona görə daha günəşli havanı sevirsən yoxsa yağmur əslində falan? ikisini də belə vibe-una girə bilərəm. Burada bilmirəm, orada ora baxım, orada buraxım. Sən arada bax, burada bax. Ya belə ikisini də vibe-una girəm. Təbiət məni çox ilhamlandırır. Ona görə tez-tez məsələn rayonlara getməyi çox sevirəm. Orada kontent düzəltməyi daha çox sevirəm. Nəinki şəhərdə. Sən amma çox gözəl, mən düzgün deyirəm, yoxsa vizyonun var. Çox qəşəng göstərirsən hər şeyi. Çox bəyənirəm. Mən birazdan səni tərifləyəcəm canım. Hansı süpürgə oxuyuram? Hansı super gücə sahib olmaq istərdin? Ay. Bilmədim. Teleportasiya, kimisə düşüncələrini oxumaq, Yox, istəməzdim. gələcəyi görmək, o çox. Teleportasiya, istədiyin zaman. Bəli, istədiyim yerə getmək. Bu dəqiqə məsələn tıxacdaydım, ürəyim partlayırdı, 15 dəqiqə gecikdim. Rəvan da dedi ki, Necib heç vaxt gecikmir. Dedi Rəvan, Deyir, 15 dəqiqə sayılmır ki, 10-15 dəqiqə sayılmır. 10-15 dəqiqə sayılmır. Məncə 20 dəqiqədən çox sayılır, amma belə yox. Sənə bu tərəf lazımdır yəqin ki, sən dəyişək hələlik yerlərimizi. Onu elədikcə bəlkə bir tarelka verim sənə. Yox? Buyur. Bu arada salonu görürsünüz də yəqin. Bizim mətbəximizdə hər gün olmur bu. Hə? Görmür. Necə görmür? Salmonumuz var. Nəcibən sayəsində biz salmon görəcəyik bu verilişdə. Ən çox pasta bişirirlər, deyəsən. Ən çox, Bəs bu mən də sadə bir pasta eləyəcəkdim. Amma Allah üzümüzə baxdı. Hələ də həyata keçirmədiyin bir arzun varmı Nəcibə? Hələ də həyata keçirmədiyim bir, o qədər yəni ki, arzular olmalıdır ki, motivasiya olsun deyə düşünürəm, amma mən məsələn həyat evi istəyirdim əslində. Dediyim kimi təbiətdən ilhamlanıram, amma istədiyimiz yerdə torpaq tapa bilmədik. Çox uzaq oldu şəhərə. İkimiz də şəhərdə işlərimiz olduğu üçün. Ona görə bir həyat evi istədiyim daha yaxın locationda belə bir istəyərdim bağ evimiz olsun. Gözəl arzudur amma. Onu istədiyin kimi qura. Tam istədiyim kimi də məsələn belə intihar. Bax, sənin həyat evin olanda inşallah, bağ evin, həyat evin necə bir tipdə eləyərdin onu? Mütləq ki, belə qədim bir tərzi olmalıdır. Yəni minimalizm, modern istəmirsən. İndi remont edəcəyimiz evdə də görəcəksiniz. Mənlik deyil minimalizmlik. Sadəcə qaçdım. Klassikanı istəyirəm. Yoxladım, dedim qoy bina evidir, olmasın. Yəni niyə lazımdır? Qoy sadə yorlarsan. Yox, yox. Yenə də ayrı. 3 dənə seçim qoyurlar qabağıma. Bu. Sən göstərmirsən heç evi, yoxsa hələ heç kim görməyib? Çox maraqlı olacaq. Bəli. İnşallah arzun etməlisən. Tezliklə həyata keçər. Belə. İstə deyilsən, Yox, olsun. Sən istəmirsən səsini. Kondisioneri yandırın da. Haycan? Əncəl çıxartdı haqqında. Əslində bu yeməyə əlcəksiz də elə bilərsən. Sənə görə dedim. Mən sizə görə. Yox, bizə görə okeydir. Qoy bir dənə bundan doğrayacağam. Pomidor da. Mən bu arada Dələ səni çox sevir. Eşidəndə ki, sən gələcəksən, mən qışqırdı, qorxdum. Mənə Aytən demişdi, dedi ki, bəs düşünüblər ki, sənin öz verilişin var, istəməsən. Nə olur? Əslində mən də elə düşünmüşdüm. Doğrudan ki, verilişin olub, bəlkə gəlmək istəməzsən. Nə qəşəng pomidorlardır. Şuk deyə kəsildi. 20 yaşındaykən eşitmək istədiyin, amma heç kimin sənə demədiyi söz nə olub? Məsələn, hansı məsləhəti, nəsihəti istəyərdin ki, sənə 20 yaşında kimsə desin, amma deməmişdi? Və sən onu indiki cavan qızlara məsləhət görərdin? Sən bura baxaraq. Hə, cavan qızlara. Mən o məsləhətləri indi də cavan qızlara ötürdüyüm üçün. Məsələn, mənim ətrafımda həmişə belə
qohum əqraba, ailə, məsələn, tez evlənir, tez ailə qurur və s. belə şeylər çox olub, amma mən qulaq asmamışam. Bu məsləhətlər olub, amma yaxşı ki, qulaq asmamışam, amma kaş onlar dediyim məsləhət ağlıma gəlmir, yalan deyərəm vallahi. Bəlkə də məsləhət onda sənin sözün elə çıxır ki, deyərdin ki, bizdə Azərbaycanda təkcə məncə səndə yox, çox cavan qızlar da elədi ki, hamıya deyirlər 20 yaş ki oldu, yəni 18 yaş məncə olan kimi ailə qur, ailə qur, ailə qur. Ailə qur, ailə qur. Nə var elə bilmək? Axırı belə eləmək ki, özünüz nə eləmisiniz? Ailənizə nə eləmisiniz? Çox xoşbəxtsiz, maşallah. Tez evlənmək çox mənasız bir şeydir. Əsas odur ki, qarşındakı tərəfdən əmin olasan, özünüz bir yerlərə gəlib çatasınız ki, deyirlər evləndikdən sonra problemlər başlayır. Evləndikdən sonra problemlər başlamır. Siz özünüzü hazır hiss etməyib evləndiyiniz üçün o problemlər onlarla birlikdə gəlir. Ona görə hər şeyiniz hazır olandan sonra ki, yenə böyük danışmayım, həyatda hər şey ola bilər. Bu videoları birləşirlər. Ya əksinə məncə də nə qədər getdiniz də bəlkə hamıda da elə deyildi. Belə deyərik sonra bizi linçlərlər. Yox, hamıda elə deyil. Kim nə vaxt hazırdır onda evlənsə, amma mən də düşünürəm ki, nə qədər belə deyirdik, geç o qədər də mən özüm də tez evlənməmişəm. 27, hamıya 27 deyirəm, amma əslində bir aydan sonra 28 yaşım olurdu. Prosta onu demirəm heç kimə 27 deyirəm hamıya. Ona görə. Amma mən də 27 yaşımda. Doğrudan. Ay, всё, əla. Qədri hansı 3 keyfiyyətinə görə sevirsən? Hansı 3 keyfiyyətinə görə seçdin? Birinci keyfiyyəti. Gör üz mimikası necə sırası dəyişdi. Birinci keyfiyyəti çox yardımsevərdir. Mənim onun vurulduğum xüsusiyyətini deyim. Nə? Çox belə idarə edici, işkolik, belə. Bürcü nədir? Buğa. Buğa. Yəni belə hamını ələ alırdı. Biz işdə tanış olmuşuq, işdə vurulmuşuq. Ona görə xoşum gəlir. Belə mənə bilir, məsələn, hiss etdirir ki, sən özün hər şey eləyə bilərsən, amma qoy mən sənin üçün eləyim. Çox gözəl. Yəni belə xüsusiyyətləri var deyə. Və üçüncü? Üçüncü. Çöldə başqaları ilə çox belə ciddi, ağırbaşlı mən. Ay. Hadi həmişə sizdə balans var da onda. Sən daha belə gülərsən. Məni ən çox güldürən insanlardan biridir. Belə bunu kiməsə deyəni inanmırlar, qədri tanıyanlar. Nə? Ən çox güldürən. Gözəl. Influencerlarda səni ən çox nə əsəbləşdirir? Influencerlarda çox Məndən başqa hamı nəsbi. Yəni tamam. Mən özüm də bəzən özümü əsəb verici ola bilirəm, qıcıqlanıram özümdən. Yəni baxıram hansısa storyimə, reklam postumu məsələn belə qıcıqlanıram, amma yəni belə ümumilikdə nə deyə bilərəm? Yalan danışılması bəzi influencerlar edir. Olmayan şeyi göstərəndə. Atıram məsələn mən çox spesifik bir şey deyəcəm. Məsələn, çox başqa bir yolla arıqlayır bir həmin insan, amma başqa bir şey göstərir. Ya nə bilim, başqa bir əslində prosedurla üzünü sağaldıb, özümdən misal çəkirəm məsələn, amma başqa bir şey göstərir. Yəni belə insanların yaralı yerlərindən yararlanmaq heç düzgün bir şey deyil. Yəni tək bu influencerlara aid deyil, ümumiyyətlə keyfiyyət olaraq, insan keyfiyyəti olaraq düzgün bir şey deyil. Yəni belə çox Photoshop istifadə olunması əsəbimə toxunur ki, yəni sonra bu söz yaranır ki, səmiyyətsizdirlər, düzgün deyillər, yalançıdırlar. Yəni deyə bilərlər, haqq yaradırlar insanlar. Hətta küçədə onlar görəndə tanısınlar. Ona görə belə şeylər məni əsəbləşdirir. Və 2 dedin, yaxşı 3-cünü də fikirləş bir şeydən. 3-cü çox xoşum gəldi. Nə maraqlı idi. Xoşum gəldi. Danışma. Nəcibə sus. Ay gülür, sonra deyəcəklər ki, Nəcibə çox gülür. Orada yazmışdılar ki, Nəcibə çox qəşəng gülür. Niyə ki? Yo, yazırlar ki, çox gülür, başa düşmüyorum. Bir dənə ciddi deyən bax kameraya, gülmə. Nəcibə gülmə. Bir dəqiqə. Yazıblar Nəcibə ciddi olsun. Gülməsin. Növbəti sual. Ən son nə səbəbdən ağlamısan? Xatırlama. Allah. Ən son papaya görə məncə ağlamışam. Çünki sənin viza ilə bağlı deyəsən. Problem yaşayırıq və nəsə problem olanda hansı ki o həll eləyə bilər, belə əsəbimə toxunur. Əsəbdən ağlamışam daha doğrusu. Belə çox drama yox. Həll elə bildiniz yoxsa? Yox, hələ ki sual işarəsi. İnşallah tezliklə həll olunar. Və sonuncu sual. Fobiyan nədir, Nəcibə? Fobiyam? Hansı fobiya? Neynəmək? Qucaqlaşma. Sevmirsən tamamsın. Yo, fobiya deyil o. Qucaqlaşıram yəni ki, sadəcə az edirəm. Yəni də qıraq insanlar mən də çox sevirəm. Məsələn, amma mən az qucaqlaşdığım üçün insanlar məndən qucaqlaşmağı belə özünə gözəl bir şey görür. Məsələn, bir dəfə eləyirəm, amma deyir ki, görsən. Həmin az günü həmin qucaq belə qızlar Nəcibə mənə qucaqladı.
O yaxşıdır da. Dəyərli olur. Dəyərli olur. Sizə biraz hörmət eləyir. Fobiyam bir şeylərə çatdıra bilməmək. Məsələn, vaxtında eləyə bilməmək. Deadline bir Bəli, deadline bəli. qoyulsan. Kontrolman yayamonsuz. Bir də məsələn belə şeylərdə məsələn qocalaram, eləyə bilmərəm. Qoca olmaq da ola bilər bəlkə də. Nə bilim. Belə. Hər şey istəyirsən ki, vaxtında olsun. Bəli, bəli. Ayten, heç gəlmisən bitirsə? Gəlməmsən? Gəlməmsən? Heç gəlməmsən? Qabağına gəlsən? Düz iş yerimin yanındadır əslində. Amma ki gələcəm birinci gün qızlarla bir yerdə gətirərəm hamını. Bundan sonra gələn həftə hər gün orada nahar yeyəcəm. Sənə desəm ki, mən bilmirdim ki, orada o filial var. Mən də bilirdim ki, içəri şəhərdədir. Biz onu bağladıq da. Ona görə bilmirdim. Görürsüz, tanıyorum. Görürsüz. Heç nə demirəm. Yəni çox uydur reklamımız adı görüb adam bir nəfsi çəkməz. Çəkdik əslində. Bax gələcəm. Bax görsən sən gördüm, dəvət elədim. Bundan sonra hər gün gələn həftə gedərəm qızlarla. Story çəkərəm. Söz verirəm. Hə, sonra deyəsən ki, aytən çıx burdan. Xeyr, mən şey demərəm. Biz nə etdik səndən? Yemək yaddan çıxdım. Doğradım bəzi şeyləri, onu doğramağa davam edirəm. Onun dadı buna çıxmasın deyə onu orada doğradım. Bu qızsın. Əslində çox az bir iş qalıb. Sadəcə onu qızmaq gözləyirəm. Sən onda çörək qızdı, hamısı qaldı, biz birləşdiririk, düzdür? Qoy bunu doğrayım. Ne gecə hamısı svejdi bunları. Ərzaqlarımız belədir də. Təzə. İzləyicilərdən olan sualları sənə vermək istəyirəm. Soruşurlar hansı marka ilə işləmək istəyərdin? Ya indiyənə qədər rədd elədiyin ən böyük bir məbləğ olub? Hansı marka ilə işləmək istəyərdim? Yəqin ki, bu lüks markalarda, məsələn, Miu Miu'nu çox istəyərdim, daha tərzimə yaxındır deyə. Amma məncə də Miu Miu tam trend tərzindir. Gənc, biraz daha gənc marka kimi gəlir mənə. Sonra Yves Saint Laurent istəyərdim. Tərzim çox deyil əslində. Mən belə insan deyiləm, belə high heels, dark insan deyiləm, amma xoşum gəlir marka olaraq, çox keyfiyyətli brenddir. Belə yəni lükslar qalıb da, onsuz çoxunun. Əməkdaşlıq eləmirsən məncə də. Hə, ən çox rədd etdiyim rəqəm 20.000 olub. Amma qeyri-legal bir saytın reklamı idi ona görə. Yəni biz necə qızlarla oturmuşduq, dedim ki, bu nədir, mənə belə bir təklif gəlib. Dedi ki, gəlin bir dənə rəqəm deyək. Dedim ki, hə, yaxşı, falan şey yazın. Hə, qəbul edilər, amma təbii ki, çəkmədim. Əzələnmək üçün elədik. Görürsünüz? Bəli, legal. Nəcibə hər şey reklam eləmir. Bəli, bəli. Necə belə mükəmməlsən? Həyat dolu, məqsədlərin hamısını əldə bilirsən. Heç kəs mükəmməl deyil təbii ki. Kamu spotu. Heç kəs mükəmməl deyil. Bunun üçün zaman keçmə. Belə mükəmməl deyiləm. İzləyicilər mənə çox təriflər yazır, amma ki, yəni yansıtmadığım tərəflər o qədər var ki, heç birimiz sosial mediaya tam yansıtmırıq əlbəttə. Və yəni bu etdiyim 2 dənə biznes, nə bilim, Instagram və s. yəni onun arxasında həqiqətən çox böyük bir əziyyət, zəhmət, pozulmuş bir psixologiya dayanır. Amma yavaş-yavaş, dözə-dözə. Neçə ildir bu sahədə sənin? İnanırsan, 8-9 belə, tam dəqiq tarix yadımda deyil, amma 8-9 belə bizim qızlar içərisində ən yenisi mənəm, amma belə ümumilikdə Doğrudan ən yenisi sənsən. Bizim elə bilirdim qrupda, ki, sən daha gec, tez. Belə ümumilikdə Instagram üçün amma aramızda. Amma öz aramızda qızlardan sonra ən son tanışdığı olan mənəm. Kimlə baxdın bəs ilhamlandın, dedin ki, mən də bəlkə açım səhifəni? Əslində mən ilk açmağı, mən ümumiyyətlə həmişə danışmağı, insanlara bir şey ötürməyi çox sevirdim. Ona görə də psixoloq olmağımın səbəblərindən də biri o idi, istəməyim daha doğrusu. Ona görə sonra mənim izlədiyim Jeffree Star, nə bilim, Nicki Minaj, Nicki Tutorials, belə YouTube səhifələri var idi. Onları çox sevirdim izləməyi. Sən özdə ilk sözlü gəzim YouTube açanlardan biri sən olmuşsan. Bəli, mən YouTubedan başlamışam əslində. İlk videomu paylaşdım. İlk videom Sabina idi, səhv etmirəmsə. Görürsən nə düşərli olmuşdu sənə. Çox. Bəlkə yenidən. Ya biz belə ortamlarda oluruq, yəni belə düşmən deyilik, amma dost da çağıracaqsan? Yox da o qədər deyil. Dost da deyilik. Çox adam yazır. Necmi niyə nişanda Sabi yox idi? Siz danışmadığınız adam nişanımıza, toyumuza çağırırsınız. Belə. Yenə də onun haqqı, yəni onu da hörmət eləyirəm.
neçə il birlikdə çörək kəsmişik. Ona görə kimsə haqqında pis bir şey danışmağa düşmürəm. Burada sadəcə danışmırıq, bu qədər. Sadəcə xasiyyətləriniz bəlkə də Hə, uymadı. O dostluqda tamam başqa şeylər düşünür. O daha tələbkardır dostluğa qarşı ya sən? Olur həmişə daha çox alan tərəf hansı idi? Ya verən tərəf hansı idi? Verən tərəf mən idim. Aha. Çünki qızların dostluğu həmişə elə olur. Verdiyimi anlamayan oydu belə. Sən daha çox gözləyirdin, o daha. O çünki əkizlər bürcüdür də. Əkizlər bürcü mənim bir rəfiqələrim var. O bürcüdə, valla o bürcünə əlaqəlidir. Barışın. Ay. Mən çözdüm. Nəysə də belə. Yo, o kitab çoxdur. Deməli sən başladın YouTube-dan, sonra Mən YouTube-dan başladım. Birinci videom elə çox tutmamışdı əslində. Neçə min izlənmişdi, yadındadır? Yox, yadımda deyil, baxıb deyə bilərəm. Hə, ikinci videom amma bu Elmlər metrosu, nə bilim, universitet makiyajım yarım milyon deyəsən izlənib. Bilməm, o da yadımda deyil dəqiq. Hə, ondan sonra mənim həvəsim artdı. Mən başladım araşdırmağa necə nə eləmək lazımdır. Bir dəqiqə, sən amma YouTube-u eləyəndə, YouTube paylaşanda videoları Instagramın hələ o qədər də aktiv deyil idi. Mən həmişə özüm bilim-bilən açıq səhifə işlədirəm. Ondan da əvvəl mənim ümumiyyətlə Vine-dan tanıyan izləyicilərim var. O vaxt sadəcə dayandırdım. Biraz çox linçləndiyim üçün hələ Azərbaycan Vine-ları da çəkirdin. Tək çəkirdin ya kimdənsə çəkirdin? Yox, tək çəkirdim. O vaxt ən məşhur Vine idi. O sual da var idi ya, niyə Vine-ları dayandırdın? Vine proqramı ümumiyyətlə dayandı. Vine proqramı var idi. Mən elə bir Bakıda 6 saniyəli yaşamamışam. video yerləşdirə bilirdin. 6 saniyəyə bütün fikirlərimizi. Hə, sonra həm mən daha öncə dayandırdım. Sonra ümumiyyətlə Vine proqramı bağlandı. Mən biləm. Səndən sonra bağlandı ki. Orada 2000-3000 followerim var idi. Hamıdan çox deyil. Düşünün indi bəzi hətta orada kimlər var? Kenografi var idi indi. Oğlanlardan Elvin idi deyəsən, belə var idi. Onlardan hamısına daha çox followerim var idi. Amma mən dayandım. Onlar yollarına davam elədilər. Sonradan yenidən Instagrama qayıtdım. Sonra Instagramda post paylaşmaya başladım. Gördüm ki, followum get-gedə artır. Sonra araşdırdım ki, görüm kimlər var, ümumiyyətlə kimlər yox. Tanıdığım təbii ki, influencerlar oldu Azərbaycanda və baxırdım, deyirdim ki, ayda nə qəşəng qızlardı, uğurludular. Tərzləri çox yaxşıdır. Bəzilərini yaxından tanıyana qədər. Bir dəfə biri ilə görüşməyə gedirdim. Yeni başlamışdı. Məndən nəsə kömək istəyirdi YouTube-la bağlı. Onda mənim artıq YouTube kanalım var idi. Nəysə görüşdük. Mən də Qədiri dedim ki, onda da o qızı followerladı. Sən o vaxtdan Qədiri tanıyırsan. Neçə ildir bir yerdə? Maşallah. Həm ayın adı gündə bizim 9-umuz tamam oldu. Hayda. Hə, Maşallah. görüşdüm. Qədir dedim ki, ayda Qədir falan kəs mən görüşə çağırıb bilirsən. Nə yaxşı get görüş də. Və getdim belə Qədirə belə dedim, nə olub sənə dedim. Heç o deyil də yəni, hə? Özündən razı idilər, yoxsa razı idi? Razılıq mı deyim, bilmirəm. Həmin insanın daha çox izləyicisi şey gözləyirdim. Hə. Səmimi deyil idi. Danışırıq. İndi sənin izləyicin çoxdur onun. Mənim yəqin ki baxmamışam. Sən girib bax. Yox, lazım deyil hə, gözünüm. Daha dəqiq ol. Statistika ilə bağlı sonra Ayapınla bizi paylaşa bilər. Cavab mənim. Statistikanı səhv verir. Bir dənə yazaq. Yox. Yox, yaxşı. Amma sən daha çox tanınırsan. Tanınıram. Ya o. Mən tapmağa çalışıram. Ona görə bu navadiyaşı sualları verirəm. Bilmirəm. Yaxşı. Özü bildim mən kim deyirəm. Özün bildinsən, bax canım. Özün bildinsən, mən ya səni çağırım sonra qonaq. Ki, belə bilək də, bu maraqlı olsun. Hə, sonra sən, bəs Tomatos qrupu ilə necə tanış oldun? Tomatos qrupu ilə biz yenə xanım var idi, xanım Nəcəfi. O vaxt butik Doblez adlı bir dənə butiki var idi. Onun çəkilişi üçün mənə yazmışdı. Mən artıq onda kimsə tanıyırdımı, bilmirəm, onu xatırlamıram. Sabini tanıyırdın. Yox, elə xanımın ilk çəkilişində biz Sabi ilə tanış olmuşuq. Sabi onda vizajla məşğul idi. Orada çəkilişdə Sabi, Həmayıl, mən bir dənə də Nərgiz adlı deyəsən bloger var idi. Yalan demiş ola bilərəm çünki hal-hazırda bloger deyil ona görə. Hə, nəysə onda tanış olduq. Həmayıldan heç xoşum gəlməmişdi, hər yerdə deyir. Öz videolarımızda demişik, gecikmişdi deyə, gecikən insanları çox sevmirəm deyə. Hə, Sabi ilə də oradan başladı bizim dostluğumuz. Belə yavaş-yavaş o bu. Sonra bizim belə yığışmalarımız, görüşmələrimiz oldu, karantin oldu. Kruqa girib çıxanlar oldu, amma son olaraq 10 nəfər olaraq Tomatos qrupu fəaliyyətində davam edir. İlk reklam təklifin hardan gəlmişdi yadındadır? İlk reklam təklifim brenddən gəlib, elektronik brenddən. Adını çəkmir bilmirəm. Çəkə bilərsən. Samsungdan telefon reklamı idi. 50 manat eləmişdim, yadımdadır.
İndi hardan haraya. Aynen. Bəs onda başlayanda bilirdin ki... Bu arada elə bilərlər mənim reklam qiymətim 20 min falan da o, yəni pişirdilmiş. Hə, o deyil canım. Yəni, müraciət elə bilərsin, Alo, çox vergi rahat. onu Nəcibə elə belə demişdi ki, yəni ki, məncə sən onu dedin ki, yox cavabı eşidəsən. Mən Hə, hoş belə, bəs bilirdin ki, onda bu yerə çatacaqsan. Mən bilirdim. Yəni mən hamı deyir ki, birdən-bir oldu. Yox, mən amma məqsəd yönlü bir formada. Yəni bunun bir iş olduğunu araşdırdım, kimlərin olduğunu xaricdə və s. burada. Dedim ki, yox mən də olacağam. Ən yaxşılarından olacağam. Amma Nəcibə səni mən sözün düzü bu camiyyədə yeniyəm, amma o vaxtlar influencerları çox izləmirdim, amma izləyənlərin arasında sən var idin. Çox bəyənirdim Nəcibəni. Çünki sənə baxanda adamı çox ilhamlandırırdın. Doğrudan. Hə, sənə baxanda həmişə gedib dərs oxumaq istəyirdim. Doğrudan. Bilmirəm niyə. Mən həmişə deyirəm ki, birinci oxumaq. Oxuyun. Mütləq. Oxumayanla, yəni Haranı bitirmisən? mən Bakı Dövlət Psixologiya Fakültəsini 4-cü psixologiya. Hə, Bakı Dövlət deməkdir. və sabah qruplarını bitirmişəm, amma Yaxşı oxuyurdun? çox yaxşı oxuyurdum. 90 plus ortalama ilə bitirmişəm. Universitet məktəbdə də çox yaxşı oxuyurdum. Neçə balla qəbul olmuşdun? Mən 550 ilə. Zeka. Sən kimlərə görə mama məni tanıyırdı. Mama mənə deyirdi ki, görsən falan gəlsin qızım 500 bal yığıb. Mən özü çox az hazırlığa gedərək, özüm oxuyaraq, yəni belə biz Neçənci qrup idin? Yaxşı deyildik vəziyyətimiz maddi cəhətdən. Ona görə 4-cü qrup. 4-cü qrup. 4-cü qrup. Hə, psixologiya 4-cü Kimyadan qrup. 25 düz yazmışam sanırım. Onda görsən özün oturur. Çox məqsədli yönlü səni. Deməli məqsəd qabağında qoymuşdun. Bəlkə də hər hazırlığa getmirdin, yox bütün hazırlıqlara gedirdin. Yox, bütün hazırlığa getməyə imkanımız yox idi. Ona görə bəzilərinə gedirdim. Yaxşı bildiklərimə getmirdim. Özüm oxuyurdum belə test kitabçaları və s. Amma zəif olduqlarıma gedirdim. Əsas fənlərə də 8 Hər şey bəhanədir. Çox vaxt insanlar valideynlərin cavan uşaqlardır, valideynlərin üstünə atırlar ki, nəsə yaxşı müəllimə getmədim, yaxşı oxuyan hər yerdə oxuyar. 100% razıyam. Bəli. Ona görə onu valideyn onu ötürməlidir də. Yəni ki, oxusan nə baş verəcək, oxumasan nə baş verəcək. Mən oxumasam nə baş verəcək vaxtımdaydım deyə. Ona görə oxumağı seçdim. amma görsən, deməli sən özünü yaratmısan. Bəli. Ona görə baxın, ilhamlanın canlarım. Qayıdaq bizim bruskettalarımıza. Bruskettamızı nə edirik dostlar? Hamısını doğradım. Çörəklərimiz isinib, hətta başlaya bilərəm. Birinci belə pomidorlu sadə brusketta eləyəcəyik. Onun üçün bir ədəd sarımsaq. Normalda sarımsağı sobaya qoyub yumşaldıb üstünə çəkmək daha yaxşı olur. Amma soba və s. uzun proses olacağı üçün Biz belə bölürsüz. Çörəyə sürtürsüz. Bəs indi influencerlar çoxdur da. Onlara nə məsləhət görərdin? Mən hər zaman onun videolarımda qeyd edirəm. Olun. Əgər olma şansınız varsa, ola biləcəyiniz potensialı görürsünüzsə özünüzdə, niyə də ek bir yerdən, yəni əlavə bir yerdən pul qazanmayasınız və ya öz işlədiyiniz işi reklam eləməyəsiniz. Ona görə ay filan kəs var elə insanlar ki, influencerluq nədir, nə öyrədirlər, nə edirlər. Vallahi yox ki, heç nə öyrətmirik, amma həm pul qazanırıq, öyrənən də öyrənir. Yəni ki, niyə də olmasın? Əgər marketinqdir də, reklamdır. Yəni eləyin, üstünüzdə işləyin, maksimum səmimi olun. Instagramda gördüyünüz influencerlara özünüzü oxşatmağa çalışmayın. Çünki maraqsızdır onsuz. Yəni onlar onsuz var, onsuz izlənir. Bir də niyə əlavə bir insanı elə izləyəsən ki? Ondan sonra özünüz olun, fərqli kontentlər yaradın. Hər gün post paylaşın, çalışın, 2 dənə post paylaşın. Tək Instagrama yüklənməyin, TikToka yüklənin, TikTokdan da izləyici gəlsin Instagrama. Yəni ki, çox çalışmaq lazımdır. Gözəl. Tək uşaqsan? Yox, bacım bilirəm var. Leyluşum var. Leyluş var. Bəs qardaşın? Yox, 2 uşaqsız. 2 uşaq yox, 2 bacıyıq. Çox istəyirəm Leylanı. Sən böyük bacısan da? Bəli. Olub nəyisə görə sporlarınız ən çox nə üstə olur? Paltar üstə? Yəni ciddi məsələ olaraq paltar yox. Leyla biraz tənbəldir deyə daha çox onun üstündə ya da belə balıq bürcüdür, xəyalpərəstdir. Onun üstündə çox dalaşır, yəni belə ciddi dalaşmaqda. Belə paltar üstündə də təbii ki olur. Bir də görürəm ki, çəkişə gedəcəm, həmin şey mənə lazımdır. O da yoxdur. Aha, indi onu da izləyin evdə qırğını. Darıxacaqsan, bəs indi ailə qurursan. Mən çatmır o şey, belə ağlaşma və s. qururlar. Bilirsən niyə? Çox tez evlənmirsən deyə ona görə. Hə, tez evlənənlər sanki bəlkə də onlara dərk eləmirlər nə baş verir. Doğrudan. Nə bilim. Belə darıxmayacağam da, ya darıxsam gəlim, gedim. Hə, ona görə. Mən cənab, əksinə tez ailə quranda adam çox ağlayır elə bil ki, doymursan evə. Doğrudan. Məncə elə də yox. Yəni Sizcə necədir?
Yazın rəylərə, niyə ağlayırsınız? Yazın rəylərə niyə ağlayırsınız? Sən ağlamışdın? Yəni də. Bir dənə papamla olan hissədə, o Ata papamla demə, sağollaşdan, bir dənə onda ağladım, evdə Bir olanda. 100% ki, nəsə orada toyda atamansı falan qoşacaqlar. İndi gəl, saxla da, o boyda makyaj elətdir. Mən əslində İtaliyadakı toyla bitirəcəkdim. Yəni Komodakı ilə bitirdim. Prosta mama dedi ki, yox, xeyir olar ki, sən evdən xeyir dua ilə çıxmalısan. Plus həm də onlar da, mən əslində Komo ilə razılaşsaydılar, mama gili aparmağı düşünürdüm. Dedilər, yox, sən evdən xeyir dua ilə çıxmalısan, bütün qoxu mərhaba, hamısı görməlidir. Ona görə məcbur oldum ki, burada da toy edək. Yəni Qədirə də o okey idi əslində. Bizim ümumiyyətlə kiçik bir məclis düşünürdük. Və bu arada qeyd edim ki, İtaliyada toy etmək, Bakıda toy etməkdən daha ucuzdur. Doğru. Necə oldu? Necə getdi? Necə Mən həmişə biz qızlarla oturanda biz hər zaman kimimiz ad günü oldu, yeni il oldu, yığışırıq və arzularımızı deyirik və real olur həqiqətən. Nə deyiriksə gələn il həmin vaxtda deyirik ki, bunu demişdim, video çəkirik hamısını, olur. Hər il yeni ildə. Yeni ildə və ad günlərimizdə, xüsusilə də Arzunun adı günündə həmişə tutur hər zaman nə dediksə. Ona görə dedik ki, hər dəfə də mənim üçün də belə arzular və s. deyiləndə təbii başqa şeylər deyilirdi, amma deyirdi ki, quruq bir dənə İtaliyada da yığışsın, Nəcibən toy, İtaliyada Nəcibən toy. Çünki Qədir onların həyatında elə əvvəldən var da. Hə. Ona görə oldu. Belə oldu ki, mən araşdırdım, maraqlandım necə olar, necə. Qızlar dedi ki, "Söyə." Mən hələ dedim ki, Qədirlə ikimiz gedək nəsə belə bir şeylər. Neçə nəfər yığışdınız, getdiniz? Çox idi. Çox idi. 30 var idi. Hamı da razılaşdı, görürsən. Hamı da istədi. Hamımız bir gün getdik. Başqa istəyən dostlarım da var idi. Eləsində oldu viza alınmadı. Eləsində oldu ki, elə ki danışacağımız yerdən hamısını adam sayına görə dəyişirdi. Məsələn, bir adam sayı belə artsa, deyilən saydan 10.000 evro artırırdılar. Çox dəhşətli oranın pulları, vergisi dəhşət. Hə, ona görə olmadı. Hamı, mən çox istəyirdim qalıb gəlsin. Təbii ki, amma belə, yenə də gəldilər. Çox qəşəng idi, şəkillər falan idi, çox gözəl idi hər şey. Mən də çox bəyəndim. Həyatımda yəni bir xatirə olaraq qaldı. Sən desən orada eləmək o məclisi daha ucuz idi buradakından. Valla Bakıda qiymətlərə şokdayam. Yazıq ailə quranlar, qurmaq istəyənlər. Ona görə deyirəm ki, özünü hazır hiss edin. Çünki bu borcun altına girmək. Burada neçə nəfərlik toy eləyirsən? Burada da 250-200 belə. 250, Yəni çox 200. olmayacaq. Oğlan qız toyu bir yerdə olacaq. Bir yerdə, bəli. Allah səbirsizliklə gözləyirik İnşallah. sənin toyuğun. Hə, bu dəfə gəlinliklərim sadə deyil. Yəni yenə sadədir. Yəni bəlkə kimisinə görə sadə, kimisinə görə çoxdur, amma biraz daha mənə görə. İki obraz dəyişəcəksən. Hə, mənim standartlarımdan çox Abartılı. abartı. Bu arada görsəncə Pinker, bu qız burcuları səliqəlidir sözü yalandır. Yoxdur, məndə yoxdur. Niyə səliqəli dəyişir də? Yerdə uzanan salmı. Onları qoysun. Yox. Hə, baxadır. Hayıfdır. Haqalar qoysun. Elə qoyurdum qıraqdan. Çox gözəl alındı bizim brusketalarımız. Əlləri və sağlıq. Bu işi bacarırsan. Məncə sən artıq ailə qurmağa hazırsan 100%. Bu yeməyin, bu brusketaların adını qoymalısın. Nə qoymaq istəyirsən? Adını qoymalıyam. Fərqli bir ad. Nə qoyum? Ruskiyada Ahmet. Yoldaşından bağlı, gələcək yoldaşından bağlı nəsə istəyərsən ya gələcək? Yox, istəmirəm. Cheers brusketalar. Hə, cheers brusketa. Bu arada cheersdə də var. Yoxdur, yox. Cheersdə brusketa qoyacağam. Əla. Cheers brusketaları. Cheers. Gəlin, yiyin. Gəlin. Gel. Gəlin. Gitti. Gitin, Nicat gəlin. Nicat, aha. Bəli. Gəlin. Sağ ol. Buna ne? Bahasına gitti. Balık şey yapması yumuşak bir. Biz baxmalıyıq. O geçe qırtıladı. Gəlin, gəlin, hamı dadına baxsın. Mən buna baxacağam. Mən də yeyim. 100%. Çox dadlıdır, necə? Çox dadlıdır. Necə? Biz köçüründü səndən. Değil mi? Ya bunlar ucuz suallar vermişəm. Yaxınam ama oyununa.
Təşəkkürlər. Götürək. Hazırsan? Burada eləyirik elə. Yox, orada hazırsan. Mən? Hazıram. Elə baxdım ki, hazırsan gedir. Bəli, Aytan xanım, sizdən bunları sıralamanızı istəyirəm. Deyərdin, amma Səni bir gün verilişimə çağıracağam, onunla görəcəksən. Onun canım. Dünya necə bucaqdır. O verilişə çağırın hər kəsin. hər kəs. Amma mən nə deyə bilərəm ki, belə mənəm. Amma mən belə Çox şey deyə bilərsən canım mənim. Məncə Backstage nələr dedi. ha, doğrudan nələr dedim, nələr. Keçək bizim oyunumuza. Məncə qaydalarını bilirsən. Hamısını düzəltsən elə sıralayacağım da. Hə, bax hamısını düzürəm. Ondan şəkil. Və sən 10-cu yerdən 1-ci yerə kimi seçəcəksən. Mənim. Həmayıl, Həyat yoldaşım. Əpruzə, Sabi, Merhaba. Günel Çıkrahim, Günelciğim. Messi, Aytənçik, Arzu, Mehin. Elə bilin Mehin 2 dəfə oldu. Yox. Nigar Fərzəli və Xatirə. Tomatos şeylə, Sabine qarşılaşmasın. Bir də Günel Rəhim var burada. Günel Rahim. Tomatosdan bir dənə Leyluş yoxdur. Birinci yerdən başlayım 10-cu yerə yoxsa? Leyla elə bildimi? Bir anlıq stupur elədi. Aha, okey. Yığardım da. Leylanı niyə seçmədim əslində? Danışmadım adamları, maraqlı olardı. Sənin bacındır. Ona görə dedim ki, bacını qoymuyorum da, bacını seçərsən. Bacın olsaydı neçə bacını birinci yerə qoyardın. Ona görə seç Leylanı əlavə eləmədim. Kimlə danışmırsan ki, Sabidən başqa? Ülvi Fatimə? Yox, niyə danışıram? Ya o sən deyildin. Kanallar yandı. Hə, başlayıram. Birinci yer həyat yoldaşım. Birinci yer yox həyatım, 10-cu yerdən. 10-cu yerdən başlayırsan. 10-cu yer Sabi. Danışmırıq, normaldır bəncə. 10-cu yer Sabi. Ay çəkməyəcək. Yaxşı. Sabi. Sonra mən Günel çox istəyirəm amma tomatosdur. Amma she's queen, she's everything. Çox yaxşı qızdır. 9. Bu da belə hamısı. Aha. 8. Necə ayırasan? Məncə sən beynində bilirsən necə ayırasan. Vallahi bilmirəm. İndi Bir dənə həmayəli ayıra bilirəm. Qalan hamısı mənim üçün eynidir. Hər biri hamısı eynidir mənim üçün. Ona görə 8-ci yer. bu sadəcə bir sıralama. Mən okey, həmayəli xaricində qızları influencerlığına görə bildirəcəm. Olar, təbii ki. Dostluq eləyirsiniz. Bir dəqiqə. Messini qoyum 8-ə. Influencerlığına görə. Sonra Əpi. Aha, 7. Firuzə. Sonra Nigar. 6 Nigar, Fərzəli. Mehin. Mehin 5-ci yer. Aytən. Aytən 4. Orada Arzu çayına elə yaxınsınız. Çox yaxınıq biz Arzuya. Doğrudan. Bəli. Dərdim Səlim olsa ilk Arzuya. Çünki çox yaxşı məsləhətlər verir və dinləyicidir və belə. Arzu Tomatos qrupundadır. Bəli, Tomatos qrupunda bu qızların hamısı, yəni Günel xaric, bir də Leyla. Mən. 10 nəfər. Leyla, okey. Qaldı onda bizdə finala kimlər çıxdı? Xatirə, Arzu, bir də Həmayıl. Bəli. 5-ci yer. Nədir bunlar nədir ki? Bunlar canım 3 nəfərdə deyil, 3-cü yer hansıdır? Hə, 3 Xatirə, 2 Arzu, 1 Sən belə sıraladın. Hə, mənim zəkam çatmadı. Xatirə təsdiqləyir onu bax. 3-cü yer Xatirə, 2-ci yer Arzu. Arzu və Həmayıl da təbii ki, bizim bildiyimiz kimi 1-ci yerdədir. Sən çəkin belə. Keçək bizim növbəti oyunlarımıza. Sənə bir maraqlı kreativ oyunlar hazırlamışıq. Keçək. Getdik. Sürpriziniz üçün təşəkkür edirəm. Çox sağ olun, çox maraqlıdır. Sən sağ ol canım. Düşündük ki, sənin belə ilk Bright Party-yə bizə eləyək. Sənin üçün oyun hazırlamışam. Deməli, oyun nə ilə bağlıdır? Belə çox düz oturmuşam, elə bil. Oyun nə ilə bağlıdır? Mən sənə, yəqin ki, artıq çağıldığın qonaqların siyasını bilirsən. Hə.
Və söhbət indi burada daha tanıdıqlarımızdan gedəcək, influencerlardan və tanınmış simalardan və s. Mən sənə sadalayıram indi cümlələr və sən deməlisən ki, bu hansı qonağa aiddir. Tutaq ki, başa salıram. Ən gec gələn qonaq səncə kim olacaq? Ən gec gələn qonaq. Dekoru o eləməsəydi Nigar Fərzəli olardı. Çünki hər yerə gecikir. Amma əvvəldən orada olacaq. Ona görə ən gec gələcək qonaq məşhurlardan. Kimi ki biz tanıyırıq. Bir dəqiqə. Düşünürəm. Əslində Nigar Fərzəlini hesablaya bilərik. Çünki belə baxanda o da qonaqlar siyahısındadır. Okay. Ən çox story paylaşan qonaq kim olacaq? Ən çox story paylaşan qonaq. Bizim qızların hamısı paylaşar. Çox. Amma belə ən çox. Ən çox. Ən yaxın olduğu üçün Həmayıl çox story paylaşsın. Okay. Ən çox hamını rəqsə qaldıran enerji. Həmayıl. Həmayıl. Okay. Mən Mehini də görürəm bu rolda. Mehin də olaram. Okay. Hamısını tapşırmışam. Bu arada İrandan qonaqlarım gəlir, qohumlar. Demişəm ki, hamısı ilə ayrı oynayırsınız. Tanıdınız, tanımadınız ya. Bu sual da var bu arada. Ən göz yaşlı qonaq. Göz yaşlı. Mən yenə Həmayıl ağlıma gəlir. Sən Nişanda da Qədirin çəkini qaldırdılar ən çox göz yaşlı. Aha. Mən nişanda da Həmayıl ən çox ağlamışdım. Ən çox içən qonaq. Bu oğlanlar arasında da ola bilər. İçən qonaq. Rəvan. Tez gedən qonaq. Ən tez gedəcək qonaq. Xatirə nənkasını saxlaya bilməsə xatirə gedər. Həmişə elə olur. Ən çox ay bu kimdir, niyə dəvət olunub deyən qonaq. Ay elə birilərini çağırmamışam olsun ümumiyyətlə. Yox, bəlkə influencerların arasında da. Yəni influencerlardan da hamısı ilə yaxınlarımı çağırmışam. Yəni qalan heç kəs elə bir qonaq yoxdur. Okay. Toydan sonra ən çox qeybəti olan qonaq. Yəni kim ki gəlib sənə danışacaq ki, necə bu oldu. Elə tomatos qrupu. Bütün hamı, bütün qızlar. Bəs ən çox kimdə ki, həmişə olur hansısa qrupda, hansısa çevrədə deyirsən ki, çevrədə yox, qrupun başqa nə söz var? Nə? Dairə bilirəm. Dairə bilirəm nədir? Qrup deyəndə, elə qrup da, hə, neysə. Yorursunuz özünüzü. Allah haqqı. Ən çox sizin qrupunuzda kimdir? Bütün xəbərlər onda olan. Daha diqqətli. Qrupda ən aktiv mənəm ümumiyyətlə. Kim harda, kim necə, bunu gördünüz, bunu elədiniz, belə. Heç qeybətçiliyi olmayan Həmayıldır. Heç xoşlamır. Xoşlamır deyəndə qulaq asacaq. Siz necə dostluq edirsiniz? Mən danışıram, yəni bilirəm ki, amma danışdığım şey heç vaxt heç kəsə danışan deyil deyə rahat olsun. Amma məsələn qeybət varsa mən danışıramsa qulaq asacaq həvəslə və s. Amma sıfır rəy. Ayda, çox çətin deyil olanda. Ən çox danışan bacım məsələn kimsə nəsə paylaşdı, o da atır ki, bunu gördünüz. Xatirə rəyləri. Xatirə rəyləri çox qəşəngdir. Mən onu bir də kimdənsə eşitmişdim, xatirə barədə ki, çox maraqlı rəylər bildirir. Siz onu verilişə çağırıb görəsiniz. 100%. Görəcəksiniz. Baxarıq xatirədən eyni performansı burada gözləyirik. Ən çox abartılı olan qonaq, yəni geyim. Arifə. Və sonuncu sual, tanımadığı digər qonaqlarla olan ən ünsiyyətçil qonaq. Yəni bu influencerlardakı hansı ki influencer olmayan qonaqlarla daha çox ünsiyyətçil olacaq. Mama Həmayıla tapşırıb deyə Həmayıl. Sən də mənim qızım. Bu evdə hamısı gələn qonaqlar, hamısı mən ola bilər, olmayım, o tərəfə gedim, bu tərəfə. Sən hamısı ilə oynayarsan. Siz Həmayılın çox yaxınsınız. Çox yaxınıq. Ən yaxın dostundur sənin. Niyə Həmayıl? Bilmirəm. Əslində ilk başlarda bir-birimizdən xoşumuz gəlməmişdi, amma sonradan belə çox yaxşı qızdır. Heç aramız dəyməyib, heç dalaşmamışsınız heç vaxt. Belə iş barəsində bir-birimizə sözümüz keçir. Niyə gəlmədi, niyə gecikdi, niyə paylaşmadın? Amma yəni bir-birimizə sözümüz keçəcək levela gəldiyimiz üçün, yəni o bir problem yaratmır. Amma belə, yəni ən çox ona görə sevirsə ki, çox ürəyi təmizdir və ürəyi təmizdir, söz çıxmaz. Bizim Tomatos qrupun hamısı elədi, amma Həmayla bir tık bilmirəm daha. Həmişə 2 nəfər daha yaxın olurdu. Nisbətən, yəni belə deyim, hamısı ilə 99% Həmayla 100%, yəni arada elə bir fərq yoxdur. Hamısı mənim ürəklərimdir. Danışmadıqları influencerlar var. Danışmadığım influencerlar. Leyla Lentlə danışmıram. Aysel Nasirlə danışmıram. Leyla Lentlə elə o vaxt uzaqlaşanıq, toyundan sonra uzaqlaşanıq. Aysel isə ətrafıma elədiklərinə görə biraz xoşum gəlmir sadəcə. Yəni belə sadəcə uzaqdan sevmiyorum.
Növbəti oyunumuz nə ilə bağlıdır? Sən və Qədirlə. Aha. Mən sənə suallar verirəm, sən də cavab verirsən ki, bu sənə aid olacaq ya Qədirə aid olacaq. Birinci sual. Toy günü kim daha çox həyəcanlanacaq? Qədir. Doğrudan. Yəni belə necə nə olacaq, kimlə necə olacaq, belə o cəhətdən həyəcan. Belə o çəkilişlərə həyəcanlanacaq. Heç çəkiliş insanı Sevmirəm. Ay da çox maraqlı. Sən Hə. bu işdə tam, yəni bütün gün çəkilişlərdə olan və heç sevməyən insan. Kim mübahisədə birinci barışır? Sanki sən. Yəni kim necə barışır yəni? Elə bildiyin barışır da Nəcibə. Bizim Qədirlə davalarımızda həmişə mən haqlı olduğum üçün Təbii ki o. 100%. Kim hər şeyi kontrol altında saxlamaq istəyir? ikimiz də birini deməliyəm. Daha çox. Daha çox mən kontrol manyağıyam, amma həyata keçirən Qədir də elə bilirəm. Okay. Kim səhər daha tez oyanır? Mən. Kim daha çox romantikdir? Heç Bizdə də eyni oldu. amma bir tık mən. Bir tık sən. Okay. Kim birinci səni sevirəm demişdi? Qədir. Kim daha çox qısqancdır? Qədir. Aha, bircə yadıma düşdü. Kim evdə daha səliqəlidir? Qədir. Doğrudan. Bəlkə öz evim deyil deyə bilmirəm, yəni. Baxarıq da. Görəcəyik. Adam həmişə öz evində başqa cür olur. Ola bilər. Bunun update versiyası gələcək. Bunu biz biləcəyik. Çünki sənin öz evin olmur axı. Elə bil ki, motivasiyan olmur da. Ola bilər bəlkə. Bəlkə də evdə mama var, Leyla var, yəni köməkləşirlər deyə mən özümü yormamağa çalışıram. Düzdür canım. Belə bəhanə tapaq buna. Kim daha çox pul xərcləyir? Mən. Kim daha məsuliyyətlidir? O. Kim daha tez əsəbləşir? O. Və sonuncu sual, kim daha çox sevir? Ondan sonrası deyəcək ki, mən sevirəm, məndən sonrası deyəcək mən sevirəm. Mən daha çox sevirəm. Ay alım. Allah sizi xoşbəxt eləsin canım. Tezliklə sizin toyunuzu izləyək, görək. Şov. Şov. Səndən gözləyirəm amma belə maraqlı nəsə. Fərqli. Nə bilim, düşünürəm ki, sənin Bright Party fərqlidir. Bright Party, ayda. Çox maraqlı. Xına, normal xına, toydu da. Toy eləyən dostlar olur da. Mən də o cəhətdən güvənirəm. Düzdür. Əla, çox qəşəng oynadın canım mənim. Keçək səmin söhbətlərə. Alo, salam canım. Necəsən? Bir günə verilişdəyim, çəkilişdəyim. Birazdan Nəcibə gələcək. Yo, danışa bilirəm. İşdən sonra gedəcəm Savannah Couture-a, donumu qaytaracağam. Əmim qızın toyuna geymişdim, danışmışdım sənə. Hə, çox bəyəndi. Hamı çox bəyəndi. Biraz düzün abartılı olmuşdum elə bil. Sonuncu dəfə belə abartılı Həcərin oğlunun toyuna geymişdim. Sünnət toyuna. Amma hə, çox bəyənmişdi hamı. Hamı soruşdu. Yaxşı canım, gəlir Nəcibə. Danışarıq səninlə. Gecinim işdən sonra. Yaxşı, bakalım. Nəcibə, birinci sualım əslində Qədirlə və səninlə bağlıdır. Hamıya çox maraqlıdır sizin tanışlıq hekayəniz. Bizim tanışlıq hekayəmiz, biz eyni restoranda, mən işə başlamışdım, onun işlədiyi restorana. Nə işləyirdin orada? Mən hostes işləyirdim. Orada da Rəsul var idi bizə. Rəsul orada işləyirdi. Mən ondan görüşə gedəndə məni görmüşlər. Dedi ki, bəs işləmək istəmirsən, enerjiniz və s. yaxşıdır. Onda hələ Sən influencer deyildin onda, ümumiyyətlə heç bir şey. Təzə universitetə daxil olmuşdum. Heç nə, elə orada yavaş-yavaş mənim ondan xoşum gəldi, onun məndən xoşum gəldi. Sonra günlərin bir günü həftədə bir icazəyə çıxa bilirdik də. Necə oldusa eyni gün oldu və təklif elədi ki, bəs boş vaxtın varsa görüşək. Görüşdük. Heç nə, belə çox danışmayan, sakit bir insan, heç susmayan, enerjik bir insan. Belə balans yarandı. Yavaş-yavaş. Neçə müddətdir siz bir yerdə işləyirdiniz və sonra görüşdünüz? Əslində görüşmək arzusu 3 ay, 4 ay çəkdi. 3 ay, 4 ay çəkdi. Nə çəkdi səndə? Onda səni? Onda məni
Əksinə adətən daha çox belə şən olan insanlar bəlkə də fikirləşmədi ki, əksinə səndən ona darıxdırıcı olacaq. Yəni onun danışmamışdan Mən qabaq. qarşı cinsdə belə sakit insanları xoşlayıram. O da enerjik olsa məni yorar. O daha belə uyumlaşır. Məsələn, mən deyirəm ki, falan ölkəyə gedək gəzək. Hə, sən istəyirsənsə gedək. Hə, o düzdür. Hə, yəni gedək yaxşı oranda görək, burada gedək, o yeməyi də yeyək. Belə mənə uyum sağlayır. Amma ki, belə ümumilikdə yenə deyirəm, belə idarə ediciliyi, məni qorumaq istəyi, daim belə yanımda hiss etməyim, arxamda hiss etməyim o cəhətdən xoşum gəlir. Səndən daha böyükdür Qədir? Hə. Neçə il? 6 il. 6 il. Bəs sonra məsələn sən influencerlıq həyatıma başlayanda və Sonra s. mən onsuz ona tanış oldum. Mənim səhifəm açıq idi. Belə adi postlar idi da. Heç vaxt deməyib ki, məsələn, bağlı səhifə işlə, var axı olanlar bilirəm, bağlı səhifə işlət və s. Yəni mən 100 min olanda məndən çox sevilən insanlardan idi. Hansı ki, yəni düşünmürdü bəlkə bu qədər yerlərə gələrəm, amma heç vaxt o cəhətdən problem yaşamamış. Əksinə deyib ki, maraqlı kontentlər düşmür fikir. Bəlkə bunu da çəkəsən belə. Yəni dəstək olub hər zaman mənə. Mən o vaxt çox büdcəm yox idi. Mənə bir şeylər alardı ki, al bunu çək, elə geyin falan. Yaxşı uşaqdır. Bəs Canlara dayanamam. yaxşı uşaqdır. Bəs sən onunla tanış olanda, görüşəndə sən düşünürdün ki, bu yəni vaxt keçicə sən onunla ailə quracaqsan. Yox, İnanırdın buna? O da evlilik insanı deyil. Yəni dilə gətirirdi bunu. Mən də deyildim. Yəni ümumiyyətlə tez evliliyə ümumiyyətlə qarşı idim. Hə, belə. Sonradan artıq münasibətimiz ciddiləşəndə ki, 2 il sonra, 1 il sonrasında ailəsinə məni tanış eləmişdi. Amma bizim evdə mən evlənmə təklifini düşünəndə, biləndə mamaya gedib demişəm. Amma o bilmirdi. Çünki bilirdim ki, deyəcək ki, evlən. Hə. Evlən. Aynen. Ona görə dedim ki, ən son bilsinlər daha yaxşıdır. Sən Instagramda bəs göstərirdin bunu? Belə göstərirdim əslində. Həmişə paylaşır. Yəni ilk tanışlığımız gündən bəri mən Qədiri görüşəndə, edəndə selfilər paylaşırdım, amma belə çox da şey eləmirdim də. Çünki qohumlar izləyirdi, səni sevirəm da belə şeylər yazırdı. Ona görə biraz mən evlilik təklif paylaşanda izləyicilər şok oldu. Bəs gec saymıram, çünki siz əslində çox tez də yox da. 12 yaşın vardı siz tanış olanda. Tanış olanda 17, sevgili olanda 18. Hə, 17-18 yaşda, indi onu başa düşürəm. Amma siz 9 il münasibətdə oldunuz da. Yəni necə saxlaya bildiniz o uzun münasibəti? Olmuşdu ki, siz nə vaxtsa ayrılasınız, ayrılmışıq. Hə, məsələn, bir ay yarım ən çox ayrı qaldığımız müddətlər deyirəm, amma belə dava elədiyimiz, dalaşdığımız söhbətlər yəni olurdu. Amma həmişə nəsə belə ortaq yol tapıb barışmışıq. Nə üstə ayrılığınız olub? Yəni şəxsi deyilsən. Yəni belə də Düşünürəm, mövzu olar. Ən çox qısqanclıq. Qədir çox qısqancsan. Mən də çox ətraflı olan bir insan. Ona görə belə qısqanırdım. Mən də dedim ki, bəs də gerdə qalmış insan. Amma onun fikir verirəm ki, yəni onun mənim xoşlamadığım dostlarım haqlıymış yəni bir cəhətdən. Bəlkə də başqa gözlə baxırdı deyə. Bəlkə də daha çox bilirdi. Hə, belə yəni çox qısqanclıq. Daha çox qısqanclıq. Mən də belə azad ruhlu insan, xoşlamıram belə məni sıxsınlar. Sıxmır deyə əslində. Sadəcə deyir ki, bunu eləsəm daha yaxşıdır. Bəs Nəcibə, indi siz 9 il münasibətdə oldunuz da. Məncə artıq 24-25 yaşda da evlənə bilərdiniz. Niyə evlənmirdiniz? Bunun tək səbəbi maddi cəhətdən və mənim özümü hazır eləmək cəhətdən iki tərəfində hazır olmağı. Həm Qədir özünü hazır hiss eləməyi, həm də ki mənim. Daha çox mən. Çünki mən bilirdim ki, mən 3-4 il əvvəl də desəydim ki, Qədir gəl, getdiyə. O deyəcəkdi ki, yaxşı. Amma mən düşünürəm ki, indi daha yaxşı zamandır. Daha hazırsan. Daha indi nə istədiyini bilirsən. Bəli, nə istədiyimi bilirəm. Yəni ona da daha çox güvənirəm, nə olacağını bilirəm. Ona görə belə. İkimiz də yəni belə o 0 deyildi. O yaxşı idi, mən amma 0 idim. Mənfi idim hətta. Yəni ki, yavaş-yavaş. Heç hazır deyildin. Hə, heç hazır deyildim. Bəs ətrafda məsəl üçün hamı ailə qurur falan, qızlarda olur axı adətən ki, baxırlar deyirlər mən də istəyirəm. Yox, heç ürəyim istəmirdi. Növbəti sualım sənə əslində Nəcibə Səbi ilə bağlı idi. Bayaq orada biraz danışdıq. Okay. İndi Səbinin nə bilə Səbi axşam keçən uzun tekst yazacaq. Arxam mənə nə çəkilmədən heç mi barışıq ola bilməz? İndi mövzu falan soruşmuram. Biz necə barışıq ola bilməz? Yəni barışarıq. Amma salam sağoldan o tərəfə getməz artıq. Yəni ki, mümkün deyil də. Ona görə nəyə lazımdır? Bəs neçə zamandır danışmırsınız? Çünki izləyicilər çox verdi bu sualı, ona görə bu sualın üstünə gedirəm. İllərdir. 4 il, 5 il. 4 il yox, 3 il olar. Düşünürəm. Yaxşı, bu mövzu üstünə çox getməyim. Nəcibə mənə boğmamış. Və sənin sənin bizneslərindən danışmaq istəyirdim. Sənin ilk biznesin olub kafe, yoxsa ümumiyyətlə biraz o... İlk biznesim olub Cheers, kafe. İkincidə
Yox, ilk biznesim olub Estilo. Estilo deyirəm axı. Estilo idi. Yadımdan çıxdı. Aytənlə bizim ortaqlığımız olub. Sonra yaxşı təklif gəldiyi üçün biz satdıq ortaqlığı həm Aytəndə, həm iki filialda. Belə ayrıldıq, amma heç bir mənfi şey heç nə. Neçə müddət Aytənlə bir yerdə işbirliyiniz oldu, belə deyək? Yoxsa 2 il. 1 il, 2 il. Yəni çətinlikləriniz var idi. Heç ondan da çox. Necədir Aytənlə ümumiyyətlə iş görmək? Amma belə Aytən məsuliyyətlidir. Çox məsuliyyətlidir, yaxşıdır. Həmid daha məsuliyyətlidir bizdən. Onu çəkin, bunu eləyin, bunu paylaşın. Yaxşı idi, heç bir problem yaşamadıq ondan iş barəsində. Yaxşıdır, düzgün insandır, dürüst insandır. Okay. Sonra Estilo'dan sonra sənin atelyen oldu. Mən Estilo'dan sonra mən həmişə istədim ki, atelyem olmadı, restoran oldu. Aha, restoran. Həmişə istədim ki, kiçik bir kafem olsun, bir şirin bir şey, belə desertlər olsun, mən belə bir yer istəyirdim. Sonradan mən elə bir yer axtaranda dedilər ki, yox, daha belə böyük bir yerimiz var, balaca yerimiz yoxdur. Mən də həmin təklifi alanda qızlar o bir tərəfdə oturmuş başqa masada. Həqiqətən bax hissi, mən heç düşünmürəm. Çünki Həmal hər zaman deyirdi ki, mən heç kəsin ortaq olmaram. Mənə o təklif gələndən sonra mən düşünüb mən bunu tək eləyə bilmərəm. Mənə ikinci bir insan lazımdır. Belə dedim Həmal mənlə ortaq olmaq istəmirsən, belə bir təklif var. Bu da belə deyir, hə, olaq. Çox qəribə, yəni həqiqətən. Onda siz ilk gündən bir yerdəsiz. Bəli, ilk gündən. Chelsea ilk gündən Hotel Cute-a sonradan Həmal qoşuldu. Sonra mən Chelsea işlədəndən sonra atelye açmağı düşündüm. O da elə içəri şəhərdə idi. Belə hansı biznesi daha çox sevirsən? Onlar benim çocuklar. Hanım. Amma onlar çünki fərqlidirlər də. Biri var atelye, biri var restoran. Ona görə bəlkə hansından daha ürəyin? Chelsea-dən daha çox əziyyət çəkdiyimiz üçün Chelsea daha çox sevirəm. Sanki çünki bilmirəm, zəhmətimiz, əziyyətimiz və gözümün qabağına gəlir, ağlamağım gəlir. Ən çətin şey nədir restoran işlədəndə? Restoran işlədəndə çox çətin tərəfləri var. Yəni qədir restoran sistemini bilməsəydim, mən həyata boyu restoran işinə girməzdim. Yəni mümkün deyil. Bəs Nəcibə, sizdə Həmayla necədir? Kim hansı işləri daha çox görür, yoxsa eyni? Demək olar ki, eynidir. Bircə məndə biraz dekorasiya, nə bilim, belə kreativ hissəsi biraz daha çox məndədir. Məsuliyyət hissəsi Həmayladır. Və sosial şəbəkələri kim aparır? O SMM-lərimiz var, amma ideyalar daha çox sosial media ilə bağlı Həmayladan çıxır. Həmayladan çıxır. Bu videonu çəkək, bunu belə, gəl bu milli mahnı var, buna çəkək, tutacaq, həngər biliyorsun. Bəs Cheese Cafe indi bir dənə filialı var, yoxsa? Bir dənə filialı var, amma istəyirik ikinci filialı. İkinci filialı. Çox yaxşı yerdə yerləşir bu arada. Metroya, sahil metrosuna yaxındır. Mütləq ora gedin. Cheese-lə bağlı iddiamız həqiqətən sadəcə yeməklərin dadıdır. Çox dadlıdır yəni. Mən də çox eşitmişəm amma dadlı olmaq haqqında. Çünki yəni artıq 4 ildir də, yəni dadlı olmasaydı bir yerə qədər gedərdi bloger reklamıyla da. Özdə ki, mən deyim çox restoranlar açılıb bağlanır, influencerlar. Bizim dəhşət belə bir dizaynımız da yoxdur, belə bir interyerimiz də yoxdur. Amma çox qoziya yerdir də, adama xoş gəlir. Elə sənin tərzində belə. Bizim işçilərimiz çox mehribandır, dəhşət yəni ki. Yaxşıdırlar. Bəs Nəcibə, yenə hansısa biznes fikirləşərdin, düşünərdin? Ya başqa bir restoran? Qaşınıram. Çətin deyil, necə çatdırırsan hamısını? Öz bloqun. Restoran işi qədirdədir deyə. Demək olar ki, güvənirsən ona. Effort heç sərf eləmirəm. Ancaq belə kreativ hissəsi, məsələn, təzə Halloween dekorları qurmuşuq. O səhər 6-ya qədər. Halloween partiya eləyəcəksiniz? Eləyərik yəqin ki. Hotel Cute-un bütün məsuliyyəti ikimizin üstündədir. Çünki parçasından tutmuş, bütün detallarından, dərzisinə, hər şeyini özümüz edirik də. Hal-hazırda daha yorucu olan hissə odur. Belə qalan bloqumda ki, çox aktiv deyiləm o. Yəqin ki, o hissədə daha tanınırsan, o hissə səncə daha asan. Aktiv olmağımın səbəbi sadəcə bu dəqiqə bu işlərə başımı qarışmaqdır. Yoxsa əslində bir influencer dediyin aktiv olmalıdır. Düzdür. Necə, bəs əməliyyatlarla bağlı hansı əməliyyatlar eləmisən? Məndə əməliyyat baxımından bir dənə buxaq əməliyyatım var. Buxaq, sonra başqa? Buxaq, bir də üzümdə toxunuşlar var. Dolğusu, dodaq dolğusu olsun, botoks olsun. Amma burnun özünküdür. Burnun özünküdür. Bari bir alın olsun. Etdirmişik hamısını. Heç paxıllıq çəkmirik. Məncə sən burnun sənə şeylik. O sənə gəlir canım. Biraz mən onu Photoshop eləyəndə elə qəşəng yaraşır ki. Çox gözəlsən Nəcibə. Yəni o sənin sadaladıqların da o kiçik, yəni hamı bu dəqiqə eləyir. Ona görə çox gözəlsən canım. Onlarda o belə şey var, özgüvənsizlikdən ya da kiməsə görə etməmişəm. Özümü elə daha xoş görürəm deyə ya da o etdiklərimi də özümki kimi qəbul etdiyim üçün, yəni. Gözəlsən canım.
sonda istəyərdim ki, sən bizim cavan qızlara nə edir? Bizim xanımlara məsləhət verəsən. Xanımlara məsləhətim odur ki, oxuyun ilk öncə, öz üzərinizdə işləyin. Özünüzün etdiyini heç kəs sizə etməyəcək. Ay varlı kişi ilə evlənmək, tez evlilik, ailə həyatı qurmaq, bunların hamısı boş şeylərdir. Yəni varlı kişidənsə varlı qadın olmaq daha gözəl hissdir. Odur ki, öz üzərinizdə işləyib öz pulunuzu qazanın. Belə. Demək, videoqrafın vaxtı yoxdur, getdi. Amma Ayten əl çəkməm. Kömək. Help. Bir bunu sor, bunu sor. Necə bəs Günel səni 10-cu yerə qoymuşdu? Günel məni 10-cu yerə qoymuşdu. Məncə Güneli mən 10-cu yerə qoymaq ümumilikdə normal bir şeydir, amma başqa əlavə səbəblər də var, özü bilir. Onu bu qədər. Yəni yaxşı bir şey, hadisə yaşanmamışdı, özü də bilir səhvini. Normaldır. Ay Necmi, nə olmuşdu ki Günellə aramızda? Bəsdir də, bəsdir.